Salam, xoş gördük sizi əziz müdavimlər. Bugün uşaqların da çaşdığı bir məqam var. Yəni məlum növdə olan feillər var, amma onlar başqa növlərə oxşayır. Məsələn, yarışmaq sözü, barışmaq sözü, güləşmək sözünü bəzən uşaqlar götürə bilirlər qarşılıq birgəlik növdə. Amma yadda saxlamaq lazımdır ki, bunlar hamısı məlum növlər. Yarışmaq məlum növ, barışmaq, güləşmək, çalışmaq, alışmaq, qarışmaq, məsləhətləşmək, sözləşmək, məktublaşmaq. Hamısı məlum növdədir. Yığışmaq sözünü amma biz məlum növdə, həm də qarşılıq birgəlik növdə necə götürə bilərik? Əslində bu söz iki növdə işlənə bilər. Yığışmaq deməli qarşılıq məzmunu daşımır, birgəlik məzmunu. Məsələn, biz uşaqlarla yığışdıq. Biz uşaqlarla yığışdıq. Burada qarşılıq birgəlik növdür. Qarşılıq birgəlik növ. Bir də var deyirəm ki, ağlım başıma yığışdı. Bu isə hansı növdür? Təbii ki, məlum növ. Məlum növ. Və bir qaydanı da yadda saxlayın ki, laş şəkilçisi bütöv olanda, laş, lan şəkilçisi bütöv olanda mütləq şəkildə bu məlum növə gedir. Məlum növ. Bax, fikir verin, məktublaşmaq. Laş burada, bax, bütövdür. Sözləşmək. Laş, məsləhətləşmək. Bax, laş, lan şəkilçisi bütöv olanda da o yenə məlum növ olur. Və bəzən uşaqlar bunu da səhv eləyə bilirlər. Qocaldı. Daha doğrusu qocaldı. Məsələn, deyirəm ki, kişi qocaldı. Kişi qocaldı. Bax, qocadan qocalmaq yaranır. Bəzən uşaqlar deyir ki, məsələn, bu qayıdış növə oxşaya bilər. Çünki qoca da, yəni qocalmaq da öz-özünə baş verir. Yox, bu ola bilməz. Çünki sözün kökü qoca sifətidir və burada l şəkilçisidir. Qocadan qocalmaq. Bu da olur məlum növ. Durulmaq da buna aiddir. Duruldu. Duruldu da məlum növdür. Sonra qocalmaq, durulmaq, bunlar hamısı məlum növə gedir. Daha sonra başqa sözlər, məsələn, sulandı sözünə də baxaq, sulandı. Bax, sulandı da iki növdə istifadə oluna bilir, sulandı. Məsələn, deyirəm ki, bağ sulandı. Bağ sulandı. Bağ sulandı. Burada sudan sulamaq, sulanmaq. Bağın sulanmağı burada kim tərəfindənsə bağ sulanıb. Deməli, o zaman nə olur bu? Məchul növ. Məchul növ. Bir də var deyirsən ki, gözüm sulandı. Gözüm sulandı. Gözüm sulandı. Gözüm sulandı da isə bu o gedir məlum növə. Yəni, Azərbaycan dilində elə sözlər var ki, yəni bu şəkildə çaşdırıcı məqamlar olur. Məsələn, deməli, bağ sulandı, məchuldur, amma gözüm sulandı, məlum növdədir.